Bir həftə marketə getmirik, gün altı. Endirim və yağın sonunu yeyirik. Ən sonda biraz kalbasamız qalıb, dedim ki, nazik doğra hamıya çatsın. Meyvə qabı, konfet hamısı bomboşdur. Bizim şef deyir ki, elə bir şeyə başlamısan ki, bu evi kim dolduracaq yeməklə? Mən də deyirəm ki, daha da sənin büdcənə xeyirlidir. Orada mərci var, makaron var, onları yeyərik. Şəkər tozunun sonunu da əlavə edirəm qaba. Düzdür, daha şirin çay yeyə bilməyəcəyik, amma malakko qalıb, bal qalıb. Yəni bişirdiyim çörəyi də qızdırıb yeyirəm. Toplamda 5 ədəd kartofumuz qalıb. 3-ü bizim, 2-si Həsənin supunu. Bizim şef aclıqdan evi tərk edib dostları ilə istirahətdədir. Ona görə də yeməyi bu gün mən bişirirəm. Soyuducumuz isə açanda kulinariya kitabındakı mürəbbələr və turşular bölməsini xatırladır. 2 ədəd mağaza yumurtasını saxlamışam ki, birdən çörək falan bişirərəm lazım olar. Bu gün kasıbın malı olan kartof qızartması hazırlayıram. Üzərinə də soğan, biraz buzluqda saxladığım göyərtidən əlavə edirəm ki, biraz iştah açıcı görünsün. Yazıq Həsənin günahı nə idi? Sup hazırlamağa kartofdan başqa heç tərəvəz yoxdur. Evdə ən bol olan soğandır. Amma şükür ki, düyümüz, makaronumuz, mərcimiz var. Ketçap, mayonezin biri sonudur. Hüseyin idmandadır. Yeməyi tək tənha oturub yeyirdim. Dedim ki, elə Həsənlə bölüşüm, ikimiz oturub yeyək. Gecə nə baş verdi? Atam olsaydı çıxardardı dedi. Balaca bir qut gelib nə iniriksə çıxmır oradan. Özü də çəyirtkə kimi tullanandı. Ona görə də qutqan geyindiyi ki, baxaq görək ordadır ya. Eynilə mənim ən qorxduğum şey həşəratdır. Bura 1 saatdır ki, Rexonadan belə vurmuşum. Ən sonunda gördük ki, çıxmır, əyilib baxdım. Hüseynə dedim ki, Allah bizi istədiyini daha nəcür bildirsin. Balaca hörümçək toru çəyirtkəni yaxalayıb. Biz burada kartuşka yeyib acılarla boğuşarkən şef bizə bir video atdı. Bu videonun tam uzun versiyasını YouTube kanalıma yükləmişəm. İzləyin.